Şimir əvvəldən Həzrət Əlinin yanındaydı, Siffeyində. Buna diqqət edin, görün Şimir hardan hara gəlib. Deyirlər Siffeyn döyüşündə Muaviyyə İmam Əli əleyhissalamın ordusunun üzünə suyu bağlayanda Malik Əşdərin başçılığı ilə Həzrət İmam Hüseyn əleyhissalamın Həzrət Əbəlfəzl ağa ilə bir dərgədə Şimir suyun üzünü Həzrət Əlinin qoşunu üçün açırdı. Döyüşüb açırdı. Bir müddət keçdi üstündən, təqribən 20 il Siffeyn döyüşü ilə Kərbəla arasında müddət var. Bir müddət üstündən keçdi, indi həmin Şimir gəlib suyu İmam Hüseyn əleyhissalam və evladının üzünə bağlayır. Nə dəyişdi Şimri? Nə idi onun vicdanını öldürən? Çünki Şimir ibadəti ilə məğrur olan biri idi. O ki qeyd eləmişdi əvvəllər ki, Şimir həccə getmişdi, namaz qılırdı, Qur'andan xəbəri var idi. Bunların hamısı ilə məğrur idi, təkəbbürlənirdi. İbadəti onda məğrurluq yaratmışdı. Bu idi Şimri məhvə aparan, onun vicdanını öldürən. Ki özünü hamıdan biləcəyini bilirdi, özünü hamıdan abid bilirdi və bu məğrurluq idi onun gətirib axırda imam qatili eləyən. Əzizlərim, bu bizə bilirsiniz nə mesajını verir, hansı mesajı çatdırır? Olmaya ki, bu məclisdən biri çıxandan sonra yolda birini görəndə özü ilə qürurlanıb desin ki, mən İmam Hüseyn məclisindən çıxmışam, mən məsciddən çıxmışam, mən namaz qılanam. Amma bu günahkardır. Olmaya insan belə düşünər. Belə düşündüyü vaxt insan elə bir ki, məhv olub. Öz evini yıxıb. İnsan bilirsiniz necə düşünməlidir? Mən öz adımdan deyirəm, elə düşünməliyəm mən ki, mən ən günahkar şəxsəm. İstər burada, istər də məclisdən kənarda olan insanların içində ən günahkar şəxsəm. Məni bu məclisə çağıran İmam Hüseyn əleyhissalamın nəzəri və Allahın lütfüdür. Yoxsa mənim ləyaqətim yoxdur ki, bu məclisdə iştirak edeyim. İnsan gərək belə düşünsün ki, onun vicdanı oyaq qalsın.